yenicə çapdan çıxmış Xoşbəxtəm Varlığımla, Yaradıcılığımla adlı kitabına təqdimat mərasimində hamılıqla xoş gördük sizləri. Xoş gəlmişsiniz. Hörmətli tədbir iştirakçıları, əvvəlcə gəlin, alqışlar çox zəif oldu. Yubilyarı yanıma dəvət edirəm. İlhamə Məhəmməd qızı gürültülü alqışlardır. Hər birinizə dərin minnətdarlığımı bildirirəm. Xoş gəlmişsiniz deyirəm. Var olasınız. Həmişə xoş günlər qismətinizdə olsun. Buyurun, tədbiri aparmaq üçün sözü tədbirin aparıcısı Cəlal Məmmədova, Respublikamızın əməkdar artisti Cəlal Məmmədova ixtiyarına təqdim edirəm. Tədbirimizə başlamazdan öncə bizim mənəvi borcumuz var ki, biz bunu yerinə yetirməliyik. Dəyərli qonaqlar, xanımlar və cənablar, bildiyiniz kimi 2020-ci il sentyabr ayının 27-sində düşmənin iri miqyaslı təxribatının qarşısını almaq üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev əks qəti hücum əmri verdi və cəmi 44 gün ərzində ümumilikdə 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız addım-addım, qarış-qarış, kənd-kənd, qəsəbə-qəsəbə azad olundu və 2023-cü il sentyabr ayının 19-unda 23 saatdan biraz artıq müddətdə antiterror əməliyyatı nəticəsində Azərbaycan torpaqları bütövləşdi, xərtəmiz tamlıq təşkil etdi. Bəli, bu yolda itkilərimiz oldu. Əlbəttə ki, müharibə itkisiz olmur. Allah'tan bütün şəhidlərimizə rəhmət diliyirik, onların yaxınlarına, əzizlərinə səbir diliyirik, qazilərimizə acil şəfalar diliyirik. Xanımlar və cənablar, bu məqamda istərdim ümumilikdə 30 il müddətində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlı fəda etmiş əziz bacı və qardaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edək. Baxıram səmaya, sonu görünmür. Qaydacam deyib, indi gedirsən. İstəmirəm, sənsiz qalım bu gecə. Son gecəyə çox oxşuyur bu gecə. Sənsiz də, səninlə yaşayıram mən. Mənim həyatıma qoşulan gündən. Mənə boşluq idi sənsiz bu dünya. Ayrıla bilmirəm sənsiz də səndən. İstəmirəm,
sensiz qalım bu gece. Son geceye çok oxşuyur bu gece. Ürəyim hiss edir sonsuz bir boşluq. Gedirsən, qayda bilməyəcəksən. Olsan da uzaqda söz ver ki mənə, məndən ömrü boyu küsməyəcəksən. İstəmirəm, sensiz qalım bu gece. Son geceye çok oxşuyur bu gece. Baxıb gözlərimə dolğun həsrətlə, soyuq bir duyğuyla qucaqlaşırsan. Əlvida, əlvida deyərək vidalaşırsan. Bilirəm, bilirəm ömürlük uzaqlaşırsan. İstəmirəm, İstəmirəm sensiz qalım bu gece. Son geceye çok oxşuyur bu gece. Son geceye çok oxşuyur bu gece. İlhamə Məhəmməd qızı. Teşekkürler İlhamə xanım. Ve elbette ki tədbir boyu